Xalqımızın ümummilli lideri Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev mövzusunda Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında tədbir keçirilib. Tədbir iştirakçıları tərəfindən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd edib ki, xalqımız 12 dekabrı Ulu Öndər Heydər Əliyevin anım günü böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparır, ən talih yüklü məqamlarda qalib rol oynayıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Çıxışlarda vurğulanıb ki, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyət, qüdrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.